once again we have the honor to present a new series of Haydar Baba's programs from Rogers TV. On 27th of July 2012, an Azerbaijani concert in Toronto. In this concert, Ms. Nuriye Husnieva and Dr. Hamlet Isakhanli were present from Republic of Azerbaijan. Our colleagues have made a report about this event which will be presented to you. Also, these two honored guests had a meeting with Dr. Reza Moridi, Member of Parliament from Richmond Hill area, at his office. In addition, Ms. Husnieva and Dr. Isakhanli visited Haydar Baba's office and met with head of HB Media Group, Mr. Yashar Puradi. During this meeting, Dr. Isakhanli presented his written books to the Haydar Baba Library. Mr. Hamlet Isakhanli graduated from high school with a gold medal for his highest achievements from Republic of Georgia. From 1965 to 1970, he completed his Bachelor and Master of Science with honors degree in mathematics from Azerbaijan State University in Baku. From 1917 to 1973, he got his PhD in mathematics from Academy of Science of Azerbaijan and Lomonosov Moscow State University. Then in 1983, he received his doctorate degree of science in mathematics from Soviet Academy of Science in Moscow. Since 1973, he has been a senior scientist, a researcher, an associate professor, and chairman of Department of Leningrad Institute for Economics and Finance in Baku. He is also founder of Khazar University and organizer of various international conferences. And the long list of his achievements still go on and on. Salam əziz tamaşaçılar, mən Araş HB TV-dən. Bugün Richmond Hill Center'dayıq. Azərbaycanın çox ünlü bir sanatçısı Nuriye Husnieva bugün Kanada'ya gelmiş. Bugün çok güzel görüntülerle sizlerle baş başa olacağız. Hamınızı ürəkdən alqışlayırıq. Hamınıza xoş gəldiniz deyirik. Good evening, ladies and gentlemen. We want to welcome you, our dear guests, to tonight's event. Və bugünkü gecəmizin qonaqlarını sizə təqdim etmək istəyirik. We want to welcome and present to you our special guest this evening, Hamlet Isakhanli. Hamlet mənim İsakhanlı. Hamlet İsakhanlı riyaziyyat elmləri doktoru və alimdir. Riyaziyyat, təhsil, dil və humanitar sahələrdə bir sıra dərslik və monografiyaların müəllifidir. Yusif Məmmədəliyev mükafatı laureatıdır. O 1991-ci ildə Bakıda Xəzər Universitetini yaratmış və indiyədək onun rektorudur. Və bütün bunlarla yanaşı, Hamlet müəllim bu dünya şöhrətli alim, riyaziyyatçı, həm də eyni zamanda dərin duyğulu bir şairdir. Onun yazdığı şeirlər Azərbaycanda, İranda, Türkiyədə nəşr edilmiş, eləcə də İngilis, Rus, Fars dillərinə tərcümə olunmuşdur. Bir çox şeirlərinə musiqi də bəstələnmişdir. Qızıl Qələm mükafatı laureatıdır. Hamlet Isakhanli is the winner of multiple international awards, is a scientist, mathematician, writer, poet, and the founder of the first English university in the Republic of Azerbaijan. His poetry has been published in Azerbaijan, Iran, Turkey, and has been translated to multiple languages, English, Russian, and Farsi. Many of his poems have inspired musicians to compose songs based on his works, and he has been awarded the Golden Pen. İkinci xanım qonağımız çox məlahətli, ürəyə yatan bir səsi olan gözəl xanım Nuriye xanım Hüseynovadır. Nuriye xanım hələ uşaq ikən musiqi tədbirlərində tez-tez çıxışlar etmişdir. 10 yaşında isə o gənc istedadlar müsabiqəsində birinci yerin qalibi olmuşdur. Sonralar Bülbül adına musiqi məktəbində təhsil almışdır. İslam Rızayev, Şövkət Ələkbərova, Arif Babayev kimi karifeylərdən dərs almışdır. 1996-cı ildən Qədim Musiqi Alətləri Ansamblının solistidir. Bülbül adına musiqi məktəbində və İncəsənət İnstitutunda hal-hazırda müəllimlik edir. Nuriye xanım hətta Cavad xan kimi tarixi bir film olan filmdə
Cavad xanın xanımı Şükfə xanım obrazında çox böyük bir məharətlə yaratmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təmsil edir, Azərbaycan muğamlarımızı təmsil edir. Kanadaya isə ilk gəlişidir. Nuria Huseynova is tonight's beautiful singer. She's a well-known artist. She's also a teacher at the Institute of Fine Arts and School of Music, named after Bulbul in Bakü, Azerbaijan. She is the singer of the old traditional instrument of Azerbaijan ensemble, which has been established in 1995. She has been performing mughams and Azerbaijani folk songs, and she is likened to the charm and beauty of singers such as Rubaba Muradova and Shovket Alekberova. She's had teachers such as Islam Rzayev, Arif Babayev, and Shovket Alekberova. She has also performed recently the role of Shukufa in the movie titled Javad Khan. Bugünkü gecemizin musiqiçilərini də sizə təqdim etmək istəyərdik. Kamançada Zeynal Zeynalov, klarnetdə Grisha Manaşirov, nağarada Muxtar Nolbəri, tarda isə Məhəmməd Aman. Məhəmməd haqqında biraz danışmaq istərdim sizə. O, tar çalmağı hələ uşaq ikən Əli Səlimlidən öyrənmişdir. 1994-cü ildə mühəndis kimi çalışır. Sizin burada hər zaman konsertlərdə olmanız bizi çox sevindirir. İstəyirəm biləm ki, baxışlarınız bu konsertə görə, Azərbaycan konsertinə görə nə idi?
Çox gözəl bir konsert idi bu gecə. Nuriyə xanım Hüseynova öz gözəl səsi ilə və onun müşayiət edənlər, muzisyenlər, bəstəkarlar və sənətkarlar çox gözəl bir proqram ifadə elədilər. Çox gözəl idi. Hamı ləzzət aldı və bizləri apardı Azərbaycan öz ölkəmiz xatirətini bizim zehnimizdə diriltdi. Çox gözəl bir gecə idi və hamı da ləzzət apardı. Çox təşəkkür edirəm ki, vaxtınızı bizə verdiniz. Çox sağ olun. Salam, halınız necədir? Yaxşısınız? Bir zəhmət özünüzü tanıtdırın və buyurun ki, hardan gəlibsiz və konsertlə ilgili baxışlarınız nədir? Xop, biz müqimi Thornhillik və ya Toronto və ya Thornhill yaxındayıq. Bunu da cərayətdən, dostlardan eşitdik ki, belə bir qəşəng konsert olacaq. Gəldik, çox ləzzət aparıyıq, keyf edirik. Çox xoşhal oluq, çox xoşbəxt keçiririk və bunu orqanizə eləyənlərdən də çox təşəkkür edirik ki, zəhmət çəkiblər. İnşallah ki, bununla yine mürəttəb olsun ki, biz də ləzzət aparaq.
Deyə bilərsiniz ki, konsertin hansı bölümündən, hansı mahnısından daha çox bəyəndiniz və daha çox xoşunuz getdi? Hop, əvvələn musiqi Azərbaycan bir şeydir ki, təməlli bir şeydir, yəni bir əsaslı bir şeydir. Buna görə diqqətlə qulaq asasınız. Hop, sinnə görə fərq eləyir. Hop, bizlər nəsli qədimik, biz həm məqamdan xoşumuz gəlir. Hop, şad ahənglərdəki olsa, hop, bir miqdar məclisə bir ayrı hava verir. Musiqi Azərbaycanın heç bir nöqtəsi yoxdur ki, mənim şəxsi öz nəzərimə görə ki, adama boğulu bunlar demiş ki, boring gələ, yorucu yolla və ya ləzzət aparmıyor. İndi onu şəxsdən şəxsə də hop, hətmən fərq elərdir. Mən özüm şəxsən hamı nöqtələrindən ləzzət aparıram. Hamlet bəyin müəllimin burada olması bizi çox sevindirdi. Onunla ilgili baxışlarınızı. Vallahi mən xoşhal oldum. Mən əvvəlin vardı, xop, şinaxtım yox idi şəxsiyyətindən, xop, təzə mütəvəccüh oldu. Çox xoşhal olduq. Həm xop Kanadaya, yəni Azərbaycanlı Kanadaya, həm burada tədris edib, dərs verib, həm xop fərhəngi Azərbaycanı Kanadada hətmən tanıtdırmağında zəhmət çəkib və mütəqabilən fərhəngi Kanadayı Azərbaycana götürüb. Xop, belə şəxslərin olması 100% hər iki camiyə lazımdır və bu irtibatayı elmi və fərhəngi və onlar da bilsinlər ki, bizim də belə hocalarımız, müəllimlərimiz və dəyərli insanlarımız vardır. Zəhmətlərindən və onun burada olmasından da çox xoşalam əlbəttə ki. Çox təşəkkür edirik, vaxtınızı bizə verdik. Çox sağ olun. Əziz dostlar, mən böyük həyəcan keçirirəm. Baxmayaraq ki, Kanada müəyyən mənada mənim ikinci vətənimdir. Çünki hələ Sovet vaxtında mən bir riyaziyyatçı kimi Kanadanın universitetlərində tədqiqat aparmışam, dərs demişəm. Toronto Universitetində burada, Calgary Universitetində, Dalhousie-də. Burada Azərbaycanlılarla, həmvətənlərimlə görüşürəm. Azərbaycanı sevən insanlarla görüşürəm. Azərbaycandan gəlmiş və Azərbaycanla yaşayan, nəfəs alan insanlarla və bir musiqi sədaları altında bundan gözəl bir görüş ola bilməz və hər gözəllik də həmişə həyəcanla bir yerdə olur və bu həyəcanı da yaradan burada insanlar əsasən musiqiçilərdir, əlbəttə ki. Mən də onların yanında qəti sürətdə sizin vaxtınızı gözəl musiqidən ayırmaq istəməyəcəm. Amma mən dəvət elədilər və mənim üçün də çox xoşdur. Ola bilər bir-iki şeir də deyərəm, çox böyük vaxt tutarılmaq şərtindən. Siz hər biriniz uzaqdan gəlibsiniz, Kanada bir ölkədir, mən bilirəm Kanadanın yerli əhalisi çox azdır. Hamı bura gəlibdir, ona görə hamı müəyyən mənada bərabərdir. Amma onunla bərabər hərənin də bir doğulduğu, böyüdüyü, qoxusunu aldığı vətən var. Və o vətənin həsrəti, miskili var. Ona görə burada hamının bir həyat qayğısı var. Bu necə yaşamaq? Yaşamaq nədir? Çətindirmi? Asandırmı? Bu barədə biraz şeirlə bir-iki kəlmə mən deyim. Sözünüzün keşiyində dura bilsək, hədəfləri bircə-bircə vura bilsək, gələcəyi günümüzdə qura bilsək, yaşamağa nə var ki? Dörd tərəfdə ağ yalanlar görünməsə, xain quldur saxta cildə bürünməsə, yalta qadam ayaq altda sürünməsə yaşamağa nə var ki? I'm
Lütfən özünüzü bizə tanıtdırın və buyurun ki, baxışınız konsertə görə nə idi? Aygün Məmmədova. Bugünkü konsertə münasibətim çox gözəl. Çox gözəl, hər şey çox gözəl alınıb. Çox sağ olsun bütün iştirakçılar və Nuriyə xanım həddindən artıq gözəl sənətçidir. Çox professional bir sənətçidir. Mən sözün düzü o qədər bizə ləzzət eləyir, o qədər biz həzz alırıq ki, doymaq olmur. Çox professional bir xanım sənətçidir. Nuriyə xanımın çox gözəl səsi vardı. İstəyirəm buyurasınız ki, hansı bölümü, hansı mahnını daha çox sevdiniz? Valla sözün düzün deyim, hamısını xoşladım. Çünki bu uca notları o qədər gözəl götürür ki, o qədər professional götürür ki, mən bu insanda bir dənə qüsur tapmaq mümkün deyil, fəxrimizdir. Çox gözəldir. Hamlet müəllimin burada olması bizi çox sevindirdi. Sizi nə cür etkilədi? Mən ağladım, o anaya aid olan şeirində mən doğrudan da ağladım. Ana, vətən, doğrudan da elə bil ki, bizim üçün yazılıb hər şey. Çox sağ olun ki, vaxtınızı bizə verdiniz. Siz də tanıya bildik, sizin baxışlarınızı ala bildik. Lalə Nağızadə. Mən demək istirdim ki, bizim Aygün xanım buranın, Kanadanın müğənnisidir. Nə deyim, ona görə də onun adından və ya mən də musiqiçiyəm, mən də çalanam. Bizim adımızdan doğrudan da ürəkdən deyilən sözlərimizdir ki, çox yüksək səviyyədə keçirilir konsert. Musiqiçilər, şeirlər, hamısı birgə çox ruh yüksəkliyi verir bizə. Çox sağ olsunlar. Çox təşəkkür edirəm ki, vaxtınızı bizə verdiniz. Çox sağ olun. Gedin deyim anama, hələ yetmədim Şama, amma saçmalar. Gedin deyim anama, daha toyda oynama, qırılıbdır qanadım, güllə dəyib sonalar. Gedin deyim anama, incəlib döndüm Şama, dörd yanında dolanan pərvanəm yoxdur amma. Gedin deyim anama, uzaqda bir balım var, o çox da qınama, uzaqdadır gələndir. Son vaxtlar keyfi yoxdur, heç ürəkdən güləndir. Ölmək istəyir hələ, amma hələ öləndir.
Our program ends here today, so see you all and have a wonderful week.